Bismillahirrahmanirrahim. Kitabın adı Əli Ləndi. Müəllif Mühəddis-i Sadat Təbatəbai. Sözdən öncə qonşunun evi yanırdı. İçəridən qışqırıq səsləri gəlir, hər tərəfdən bayıra şölə saçırdı. Əli qadınların qışqırtısını eşidib fikirləşdi. Birdən yanğın söndürənlər gələnə qədər qonşular yanarlar. Əli qaçıb yanan evin içinə girdi. Qonşular xilas oldular. Əli göylərə qanad çaldı. İndi bütün uşaqlar Əli kimi qəhrəman olmaq istəyirlər. Gəlin görək, onun kimi qəhrəman olmaq üçün mütləq özümüzü alovun içinə atmalıyıq? Xeyr. Əlini qəhrəman edən səbəb onun təmiz qəlbi və fədakar ruhu idi. Bütün yeniyetmələr Əli Ləndidirlər. Əgər onun kimi başqalarını da düşünsələr və bəzən başqalarını özlərindən üstün tutmağı bacarsalar, gəlin Əlini daha yaxından tanıyaq və ondan daha çox öyrənək. Şəhərdə əminamanlıqdır. Əli İzə şəhərində dünyaya göz açıb. Biz uşaqların yadına gəlməz, amma böyükləri Əliyə dünyaya gəlməsindən 20 il öncə ölkəmizi necə müharibə və alovun bürüdüyünü söyləmişdilər. O günlərdə Səddam ölkəmizə hücum etmişdi. Xalqımızın başına bomba və raket yağdırırdı. O dövrdə böyüklərdən əlavə Əli ilə yaşıd uşaqlar da xalqı xilas etməkdən ötürü döyüş paltarı geyinib düşmənlə vuruşmağa gedirdilər. Əli onların şəkillərini görmüşdü. Köynəklərinin qollarını və şalvarlarının balaqlarını qattalamışdılar. Silahları da özləri boydaydı. O Behnam Məhəmmədinin və Hüseyn Fəhmidənin əhvalatlarını oxumuş, eşitmişdi. Əgər o yeniyetmələr olmasaydılar, şəhər indi belə rahat nəfəs ala, uşaqlar küçələrdə futbol oynaya bilməzdilər. Müharibədə Ləndi ailəsindən 13 nəfər şəhid olmuşdu. Mən də o dövrdə olsaydım, xalqımın və ölkəmin yaşaması üçün onlar kimi canımı qurban verərdim, deyə Əli öz-özünə düşünürdü. Eşq yaxşıdır, yoxsa var-dövlət? Əli Məhərrəm ayını çox sevirdi. Hər küçənin uşaqları bu ayın birinci 10 günlüyündə dəstələr yaradır, İmam Hüseyn əleyhissalama əzadarlıq edirdilər. Əli həmişə Həzrəti Qasim rövzəsini eşidəndə öz yeniyetmə şəhidlərimizi xatırlayırdı. Həzrəti Qasim də hələ əyninə zireh giyə biləcək qədər böyüməmişdi. Buna baxmayaraq, ürəyi o qədər böyük idi ki, əmisinə demişdi: Allah yolunda şəhidlik mənim üçün baldan da şirindir. Nəhayət bir dəfə Əlinin ürəyi dözmədi. Əmisi ilə əzadarlığa gedəndə ondan soruşdu: Əmi, səncə biz Kərbəlada olsaydıq, İmam Hüseyn əleyhissalama qoşulardıq, yoxsa düşmənin pulu bizi aldadıb öz yanına çəkərdi? Dua et ki, biz də Hüseynçi olaq, deyə əmisi onun başından öpdü. İdman. Əli idmançı idi. Həm futbol klubunun üzvü idi, həm də əmisinin nəzəri altında güləşlə məşğul olurdu. O bilirdi ki, digərlərinə kömək etməkdən ötürü mehriban ürəkdən əlavə güclü bədən də olmalıdır. Cahan Pəhləvan Təxti və Şəhid İbrahim Hadi kimi artıq bütün qohumlar bilirdi ki, Əli başqalarına kömək etməyə həmişə hazırdı. O isə özünü daha böyük işə hazırlayırdı. Digərlərini xilas etmək üçün öz canından da keçməyə. Balaca kişi. Əli bilirdi ki, Həzrəti Qasim kimi olmaq istəyirsə, gərək adi işlərdən başlasın. Buna görə də yaşlı adam görəndə qaçıb kömək edir, yolun bir tərəfindən o biri tərəfinə keçirirdi. O balaca uşaqların da qeydinə qalırdı. Bir dəfə parkda uşaqlarını itirmiş narahat ata və ananı görüb, uzun müddət axtardı. Axırda uşağı tapıb onlara verdi. Əli işdən ötürü başqa şəhərə gedir, adətən həftədə və ya 2 həftədə bir dəfə evə gəlirdi. O evdə olanda ev işlərini kömək etməkdən əlavə alış-veriş və bayırdakı digər işləri də üzərinə götürür, anasına kömək edirdi. Atası olmayanda Əli evin kişisi olurdu. Ata, su. Əli xeyriyyə ekskursiyalarını çox sevirdi. O bununla böyüklərlə birlikdə yoxsul bölgələrdə yaşayan insanlara ev, hamam və məktəb tikə bilərdi. Ancaq yaşı az olduğuna görə bu yardımlarda iştirak edə bilmirdi. Əmisi ailənin digər kişiləri ilə birlikdə ata-baba kəndlərində bənd və körpü tikəcəklərini söyləyəndə Əli çox sevindi. Onların Bəlutək Ləndi kəndlərinin çoxlu problemləri vardı. Ən böyük problem isə su xəttinin olmaması idi. Dağın başında bir bulaq vardı. Əhali vedrə və bidonla oradan su gətirirdi. Ləndilər əl-ələ verib bulaqdan kəndin hər yerinə boru çəkdilər. Bənd tikdilər, körpü saldılar, yolları böyütdülər. Əlinin əlindən nə gəlirdisə, həvəslə kömək edirdi. Əl arabası ilə sement və torpaq daşıyır, boruları yerbəyir edir, materialları bulağın yanına aparırdı.
Nəhayət kəndə su xətti çəkildi. Evlərdə ilk dəfə su kranı açılanda hamı sevindiyindən salavat dedi. Əli suyun gözəl səsini dinləyə-dinləyə öz-özünə düşündü. Kaş Kərbəlada olub İmam Hüseynin ailəsinə də su verəydik. Kim Kərbəla istəyirsə, Ərbəyinə az qalırdı. Əmiləri Kərbəlaya gedirdilər. Əlinin pasportu yox idi, amma ürəyi Kərbəlanı istəyirdi. Atası söz verdi ki, növbəti ildə onu da aparacaq. Lakin həmin ildə pandemiya səbəbindən yollar bağlandı. Əli çox həyəcanlı idi. Nəhayət yollar açıldı. O da ayaqyalın. Əli xalası gilə getmişdi. Xalası oğlu ilə söhbət etdiyi yerdə birdən qonşudan qadınların qışqırtı səsi gəldi. Əli səsi eşidən kimi ayaqyalın bayıra qaçdı. Gözlərinə inanmadı. Qonşunun evi yanırdı. Əli içəri girdi. O qonşu qadının yanan ayağını əli ilə söndürdü. Onları xilas etdi. Özü isə Əlini xəstəxanaya apardılar. Bütün bədəni yanmış, iri və ağrılı suluqlar da dolmuşdu. Gecələr ağrısı güclənir, hava işıqlanmaq bilmirdi. Əli anasına dedi, ana mənim üçün Quran oxu, bəlkə yata bildim. O anasının göz yaşlarını görəndə deyirdi, ana mən peşman deyiləm, əgər sağalsam və kimsə kömək istəsə yenə edərəm. Yar sənsən. Televiziyadan Ərbəyin yürüşü göstərilirdi. O bu ildə Kərbəlaya gedə bilməmişdi. Başını azca qaldırıb yanında dayanmış əmisindən soruşdu. Əmi, indi sübut olundu ki, mən də İmam Hüseyn tərəfdarıyam? Hə, Əlican, əmisi dedi və gözlərindən yaş axdı. İmamın qucağında. Ərbəyinə cəmi bir neçə gün qalırdı. Xəstəxanada Əlidən nə arzulayırsan deyə soruşduqda cavab verdi. Arzum budur ki, Kərbəlaya gedim. İnsanlar bir neçə gün öncədən Nəcəfdən piyada yola düşüb Ərbəyinə Kərbəlaya çatırlar. Lakin bu il Əli hamıdan tez çatdı. Çünki İmam Hüseyn əleyhissalam ona uçmaq üçün 2 qanad vermişdi. Əli Ərbəyinə 3-4 gün qalmış Kərbəlaya doğru qanad çaldı və imamın qucağında sakitləşdi.